2023-cü ilin sonlarında redaksiyamıza bir məlumat daxil olmuşdu. Həmin ilin may ayında Naxçıvanda keçirilən bir tədbirə 5 milyon manat vəsait xərclənmişdi. Bizə göndərilən məlumatlar bu tədbirə 5 milyon manat vəsaitin xərclənmədiyini göstərirdi. Bu məlumatla bağlı 2024-cü ilin fevral, mart, aprel və may aylarında Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə və digər aidiyyəti dövlət orqanlarına dəfələrlə sorğu göndərsək də bizə cavab verilməmişdi. Həmin ərəfədə Naxçıvanda keçirilən müşavirələrdən birində Fuad Nəcəfli özündən əmin formada bizi sarı mətbuat adlandıraraq demişdi ki, dövlət hansı vəsaitin hara xərcləndiyini yaxşı bilir. Açığı bu məni ciddi şəkildə narahat etmişdi. Detalları açıqlamayacağam. Yaxın ətrafım bilir ki, mən niyə bu qədər həmin məsələnin üzərinə getdim. Çünki məni onun maddi yox, mənəvi tərəfi daha çox narahat edirdi. Bu barədə biraz sonra. Fuad Nəcəflinin müşavirələrdə səsləndirdiyi fikirlər müxtəlif dairələrdə müzakirə olunur, bizə də çatdırılırdı. Müşavirələrdəki, iclaslardakı söhbətlərin məğzi ilə tanış olduqdan sonra bəzən düşünürdüm ki, bəlkə bizə göndərilən məlumatlar yanlışdır, yaxud şişirdilib. Bizim ictimailəşdirdiyimiz, tənqid etdiyimiz problemlərlə bağlı ən dəqiq məlumata Naxçıvanın rəhbərliyi, Ali Məclisin sabiq sədr müavini Anar İbrahimov və sabiq baş nazir Səbuhi Məmmədov malikidir. Dəfələrlə müraciət etsəm də onlar danışmaqdan imtina etmişdilər. Onların dövlətçilik təfəkkürü bir sıra qapalı məlumatları mediaya açıqlamağa imkan vermirdi. Hər ikisini yaxşı tanıdığım üçün danışmayacaqlarını bilirdim. Ona görə də bu günlərdə təsadüfən görüşdüyüm sabiq baş nazir Səbuhi Məmmədova salam verdikdən dərhal sonra, hal əhval tutmamışdan əvvəl dedim ki, siz Fuad Nəcəflinin suç ortağısınız. Baş verən hadisələrdə sizin də əliniz var. Gülə-gülə dedi ki, məni manipulyasiya edirsiniz. Qısa söhbətdən sonra onu inandırdım ki, biz onun da günahkar olduğuna inanırıq. Hiss etdim ki, bu söz Səbuhi müəllimə toxundu. Dedi ki, siz belə düşünürsünüzsə, deməli Naxçıvanda belə düşünənlər var. Bundan sonra bəzi suallarımı cavablandırmağa razılıq verdi. Əlbəttə, ilk sualım məni ən çox düşündürən 5 milyon manat xərclənən tədbir barədə oldu. Sabiq baş nazir bildirdi ki, TNS xəbəri tamamilə doğru idi. Səbuhi Məmmədovun bu barədə dediklərini olduğu kimi təqdim edirik. Fuad Nəcəfli 2023-cü ilin aprel ayında ısrarla tədbir üçün 5 milyon manat vəsait ayrılmasını tələb etdi. Bu iş həyata keçirəcək təşkilatçı qurum axtarırdı. Heç bir dövlət orqanı həmin vəsaitin xərclənməsi prosesində iştirak etmək istəmirdi. Bunun üçün bir neçə dəfə iclas keçirildi. Nəhayət, tədbirin keçirilməsi Turizm Departamentinə tapşırıldı. Bundan sonra Fuad Nəcəfli vəsaitin ayrılması üçün bizə məktublar göndərir, təzyiq göstərirdi. Bu mövzuda sonuncu müzakirədə rəhbərliyin adından danışdı və biz vəsaitin ayrılmasına razılıq verdik. Həmin vaxt Muxtar Respublikanın ehtiyat fondunda olan 1 milyon manat, Mədəniyyət Nazirliyinin, onun şəhər və rayon şöbələrinin bir il ərzində mədəni kütləvi tədbirlər üçün nəzərdə tutulan 1 milyon manata yaxın, 2022-ci ildə aparılan tikinti quraşdırma işlərinə görə Arkoz Holdingə ödənilməli olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhər Salma və Arxitektura Komitəsinin xüsusi hesabında olan 2 milyon 500 min manat, digər mənbələrdən olmaqla ümumilikdə 4 milyon 700 min manata yaxın vəsaiti tədbirin təşkili üçün Turizm Departamentinə yönləndirdik. Cəmi 3-4 saatlıq tədbir üçün bu qədər vəsait xərclənə bilməzdi. Tədbirin keçirilməsindən bir neçə gün sonra xərclənən vəsaitin israf olunduğu ilə bağlı mediada yazılar dərc olundu. Fuad Nəcəfli mənə dedi ki, peşiman olub, vəsaitin 3 milyon 500 min manatını büdcəyə geri qaytarmaq istəyir. Bunun mexanizmi ilə bağlı məlumat verdim, bildirdim ki, onu tədbirə xərclənməyən vəsait kimi büdcəyə geri qaytara bilərik. Həmin vəsaitin bir aya qədər büdcəyə geri qaytarılacağına söz verdi, amma qaytarmadı. O vaxt Fuad Nəcəfli elə eyfariyaya qapılmışdı ki, özünü toxunulmaz, əvəz olunmaz şəxs kimi görür, heç kimi saymır, heç kimdən qorxmurdu. Hətta israf olunan o vəsaitdən dövlət büdcəsinə ödəniləcək 700 min manatdan çox əlavə dəyər vergisini Türkiyədəki şirkətə götürdürdü. Sabiq baş nazirdən soruşdum ki, niyə at-qat yox, israf deyirsiniz? Cavabı qısa oldu. Siz indiyədək nə olduğunu öz çıxışlarınızda demisiniz. Hamısı düzdür, haqlısınız.